Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin oğlu Heydər Əliyevin həqiqi hərbi xidmətə getməsi məmurları və onların övladlarına daha sadə həyat tərzi keçirmələri üçün növbəti nümunəvi addım oldu. Dövlət orqanlarında ən yüksək postlardan birini tutan General-Polkovnik Elçin Quliyev də övladını orduya göndərməkdə nümunə göstərib. General-Polkovnik Elçin Quliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisidir. Belə ki, General Elçin Quliyevin oğlu Məhəmməd Quliyev ölkə başçısının 2018-ci il iyunun 1-dən 30-dək müddəti əhatə edən hərbi xidmətə çağırışla bağlı sərəncamına uyğun olaraq orduya çağırılıb. O, Dövlət Sərhəd Xidmətinin ölkənin cənub zonasında yerləşən eni sayılı hərbi hissəsində hərbi xidmətə başlayıb. Məhəmməd Quliyev bu yaxınlarda hərbi and içib və onun and içmə mərasimində General-Polkovnik Elçin Quliyevin özü də şəxsən iştirak edib. Dövlət Sərhəd Xidmətinin rəisi General-Polkovnik Elçin Quliyevin 4 övladı var.